Mafiyadılar bunlar. Nədirlər? Mən başım çıxmır bunlardan. Satandan ancaq təhdidlə az qala döyərlər, söyərlər, adam yola salarlar. Kim deyəsən? Namik isə burada əldən almaq işinə baxır. Salam dəyərli dostlar, xoş gördük hər biriniz əziz dostlar. Bugünkü efirimizin qonağı Qasımov İlkin Tapdıoğludur. Qasımov İlkin Tapdıoğlunu bizim diqqətli tamaşaçılarımız tanıyırlar dəyərli dostlar. Gold Cars 777 avtosalonunun zülm elədiyi bir vətəndaşımızdır. İlkin Qasımov xahiş edirdi ki, məni efirə dəvət edin. İlkin bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Çox sağ olun, çox sağ olun. Dəvət üçün də minnətdaram. Çəkiliş elədik. Gold Cars 777-də. Bəli. Nə baş verdi? Nə oldu? Vəziyyət nə yerdədir? Buyur. Nə baş verməyir ki, mən fikirləşdim ki, o birinci çəkilişdən sonra, indi əvvəlki prosesləri yəqin bilirlər də, izləyən adamlar bilir. Mən dedim, yəqin hər hansı bir düzəliş üçün çağırırlar. Gördüm, yox, qardaş, mən çağırdı. Əksinə o Namik var da orada. Namik bəy. O Namik bəy məni təzdən elə bir təhdid elədi ki, yəni ki, mən heç kimi üzr istəyirəm, hərrəmirəm, heç kim mən vecimə deyil, belə falan. Əksinə o pulun üstünə bir ayda aylığı əlavə elədi. 550 manat da pul əlavə elədi. Bu işin düzəlməyi barəsində ümumiyyətcə onlar sözü gedə bilməz bu barədə. Mən ümumiyyətcə buna tək o barədə onlara deyiləsi sözüm qalmayıb. Mənim sözüm buradan cənab prezidentədir ki, mənim bu boyda şikayətlərim, hər yerə şikayət yazmışam, göndərmişəm. Amma buna baxmayaraq bir yerdə məndən maraqlanmırlar ki, bu vətəndaş bunun problemi nədir, kimdir bu vəziyyətə qoyanlar, kimdir bunlar, ümumiyyətcə bunların arxasında kim durur ki, bunlar heç kimi yəni nəzərə almır. Vətəndaşın bu boyda haqqı tapdalanır. Cənab Prezident, sizdən xahiş edirəm, bir vətəndaş kimi çox xahiş edirəm, mənim bu səsimə səs verin. Ümumiyyətcə bu işi araşdırsınlar, mənə bir dənə köməklik göstərilsin. Daxili İşlər Nazirliyindən xahiş edirəm, Baş Prokurorluqdan xahiş edirəm, bu işə bir dənə nəzarət edin. Neçə gün ərzində bir vətəndaş olaraq, mən bu ölkənin vətəndaşı olaraq müraciət eləmişəm. Mən müraciətimi bir adam qəbul edib məni çağırmır. Elə bir ayaq altında qalmışıq, tapdanmışım, mən özümü elə hiss edirəm valla. Çox xahiş edirəm. Bunlar kimdir? Ümumiyyətcə bunlar kimdir ki, bu boyda ölkədə öz bildikləri kimi ağlına gələn hər bir şey quldurdular, yoxsa o mafiyadılar bunlar? Nədirlər? Mən başım çıxmır buralardan. Satandan ancaq təhdidlə az qala döyərlər, söyərlər, adam yola salarlar. Kim deyəsəz orada? Bu Gold Cars 777 avtosalonunda kimdir? Bu məsələlərin başında dayanan kimdir? Sən kimi görmüsən orada? Əsas, konkret olaraq kim təhdid edir? Əsas adam. Mən birinci gördüyüm işi Elşən olub. Elşən də Namikin qardaşıdır. Elşənin işi ondan ibarət ki, gedir, durur, orada işi verir, birinci kreditli vermək işinə baxır. Namik isə burada əldən almaq işinə baxır. Deməli, Namik salondadır, Elşən adadır, çayxanada. Bəli. Bu da gəlir burada elə bir ki, o oradan verir, bir ay zat keçəndən sonra birinin 5 manat, birinin 50 manat, birinin 70 manat çatmır, tutur, əlindən alırlar maşını. Bir də ki, buradan yenə də deyirəm, məni kimi bu Gold Cars 777-dən kim əziyyət çəkirsə, narahat olmasın. Elnur müəllimə oradan xahiş eləsin, nə lazımdır, işıqlandıraq, kim əziyyət çəkirsə bu problemlərdən desin, müraciət eləsin. Var, müraciətlər olub mənə. Müraciət eləsin. Çox bir qardaş. Zərdab rayonundan səhv etmirəmsə, Bərdədən şikayətlər gəlib. Məsələ burasındadır ki, mən vətəndaşların müraciətlərini göndərirəm. Orada o Vüsalə xanım var. Mən xanım deyə də bilmirəm. Bir qadın var orada. Adama mən müraciət göndərirəm. Deyirəm ki, vətəndaş sizdən şikayət edir. Oradan mənə deyir ki, siz bizi şantaj edirsiniz. Şantaj edən göz qabağında, adamlara zülm edən göz qabağında. Adamı bədbəxt eləmişsiniz. Yox, qardaş, mən olanım, qopanım, belə çıxmasın onu, zülümlə, zillətlə, mən onunla 5 manat qazanıb evimə aparıram, ailə saxlayıram, üzr istəyirəm, körpə, uşaq saxlayıram, dədəm xəstədir, dədəmi saxlayıram. Mən aylarla, necə aydır ki, mən qalmışam belə, nə çıxa bilirəm, nə gedə bilirəm, mən hərəkət eləyə bilmirəm, başqa bir sahədə bir bacarım, bir dənə işim, gücüm ondan ibarətdir, başqa iş yerinə götürən yoxdur, qalmışam belə, buna da baxan yoxdur. Buna da baxan yoxdur ki, sənin dərdin nədir? Bax, yazılı müraciət eləmişəm bütün aidiyyatı qurumlara. Efirlə müraciət eləyirəm. Amma bütün bunlara baxmayaraq, mən özüm bir dənə yüngül varis səhv eləsəm, vallahi indi gəlib mənə evdən götürüb əlimə, ayağımı vurub aparmışdılar.
Niyə də qardaş, ben bunlara niyə deyən yoxdur? Bunlar nədir? Yaxşı bundan qorxurlar bunlardan. Yoxsa bunlar nədir ki, belə bunları bir dənə yaxın? Tək mən deyiləm axı. Onlarla gündə 5 dənə, 3 dənə ən azından orada adamın əlindən maşın alınır, yola salınır, bir qara qəpiyi də verilmir. Nə mənim maşınıma verdiyim pulu vermirlər, nə mənim maşınımı vermirlər. Nə də ki, mənim şikayətlərimə Sən baxın. tələbin nədir? Nə qədər pul vermisən üst-üstə indi olaraq? Mənim maşında? tələbim hardasa yox da 9700 manat mən pul vermişəm ki, maşına ödəniş eləmişəm. Deməli, hörmətli adəti qurumlar, Qasımov İlkin deyir, ya mənim 9700 manatım verilsin. Bəli, bəli. Ya da ki, bu maşın məsələsi düşsün qaydasına. Üzrlü maşın məsələsi də ki, qardaş, burada sözü verirlər onlar, sözü verirlər. Sonra adamı alladırlar. Hə. Sözü verirlər, gəl bura işini həll eləyərik. Gedirsən ora, yenə də həmin şeydir, ikisini hələ əksinə də biraz da adama biraz pis baxa ki, yəni güya mən gedib kiməsə şikayət eləməyəm, bunlara yəni niyə şikayət eləmirsən, niyə kiməsə demirsən bu barədə də. Heç düz elə də qorxuları da yoxdur, prosta onu belə şey eləyirlər ki, sən niyə gedib kiməsə də, gör indi bunu əksinə deyir, gör sən mənim başıma nə oynasızım da səni. Bax, bu o deməkdir. Axırıncı bir aya əlavə eləmək sırf gülə-gülə bax onu elədi ki, yəni sən şikayət eləmirsən, sən darıxma. Mən bir ayda əlavə eləyirəm, hələ 550 manat artıq qoyuram, get sən şikayətini elə. Bu elə cəmaatın gözünün odunu da alırlar. Belə, dəyərli dostlar, İlkin bəyin təbii ki, fikirlərini söylədi. Qarşı tərəfin mövqeyi olarsa, təbii ki, bu gün kimi mövqeyi deyirəm, heç bir tık yoxdur, xəbər yoxdur. Yenə bütün bunlara baxmayaraq, Qol, Kars 777-də bir Allahın qulu nəsə bir yazılı şifa göndərərsə, qarşı tərəf kimi onun mövqeyini işıqlandıra bilərəm. Və son olaraq bir məsələni demək istəyirəm ki, mən xahiş edirəm, heç bir qazi, heç bir həssas təbəqənin nümayəndəsi mənə zəng eləməsinlər. Qol, Kars 777 ilə bağlı xahiş edirəm, mənə zəng eləməsinlər. Hamısına mənim xüsusi hörmətim var. Namiq bəy var orada. Sahibkardır, müdirdir, nə bilim, xazeyindir. Kimsə, qardaş, sənin adından qazi mənə niyə zəng eləməlidir? Nə üçün zəng eləməlidir? Qazilər bizim başımızın tacı. Şəhid adaları bizim başımızın tacıdır. Amma get sən problemləri həll elə. Get birinci qrup əlinin haqqını qaytar. Get o Bərdədən səs göndərən vətəndaşın haqqını qaytar. Adamların haqqını ver özünə. Sən mənə niyə qazi zəng elətdirməsən, qardaş? Belə, dəyərli dostlar, daha bir yayımın sonuna gəldik. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın. Sağ olun.